Şuşa şəhərində baxın nə tapmışam. Əbabil quşu. Su zad verdim, yerdəydi. Bir şeylər yer deyə götürdüm. Şimdi uça bilmir. Ağzını açıb su verdim. Əlimi də buraxmır. O əbabil quşudur, möcüzəvi quşdur. Bura gördüyünüz kimi Şuşa şəhəridir, Şuşa məscididir, əbabil quşudur. İstəyirəm onu bıraxım, bir şeylərdən qorxuram yer deyə. Uça bilsə, uçub gedərdi. Bakın burada da bir dənə belə gözəl quş var. Rəngləri. Biz də əbabil quşumuzu bıraxaq görə uça bilirim, bu otluğa atacam. Düşsə zədələnməsin. Uçdu getdi. Ay maşallah, uçdu getdi. İnşallah heç nə olmaz. Şükür Allaha, özü də görün hansı şəhərdə, hansı bölgədə. Bu bir möcüzədir, mən inanıram ki. Allahın köməkliyi ilə Şuşa şəhəri üçün, Qarabağ üçün uğurlu, bərəkətli olar. Hər şey gözəl olar. Burada çoxlu şəhidlərimiz şəhid vermişik. Bizim daxilində bu müjdənin, Şuşa şəhərinin alınması müjdəsini, məscidin müjdəsini verən Asəf Ağayev. Ona da Allah rəhmət eləsin. Valideynlərinə Allah səbir versin.